Müminlərdən biri deyir, mən bir dənə xanımla danışırdım, Allah'tan danışırdım, amma o xanım ailəliydi. Mən dindən danışırdım, o mənə dindən danışırdı, mən ona dindən danışırdım. Özlüyümdə amma biraz da olsun hərdən fikirləşirdim, görürsən düzdür yoxsa yox. Amma bu tərəfdən gəlirdim, deyirdim ki Allah'tan danışıram da, burada nə var ki? Bir gün yatdım, bir dənə səslə, o səs 3 dəfə mənim qulağıma çatdı, o səslə durdum ayağa. O səs bu idi ki, mənə gördüm, dedilər ki, xəcilna, vallah, xəcilna ən Yusuf. Xəcilna min Yusuf. 3 dəfə bu sözü dedilər mənə. And olsun Allaha ki, Yusuf'dən xəcalət çəkdim. Oturdum, fikirləşdim duran kimi ki, niyə adam Yusuf'dən xəcalət çəkər? Ona görə Yusuf'dən xəcalət çəkdim ki, çünki Yusuf o qədər günahın şəraitində Züleyxaya dedi, yox. Mən də aldadıram özünü buradan, danışıram onunla.